Salam, hörmətli izləyicilərimiz. Xoş gördüm sizləri. Bugün sizlərə Masazır qəsəbəsində 6 sotda bağlı, bağatlı, 7 otaqlı, 2 mərtəbə, 8 daş kürsülü qəşəng bir villamızı təqdim edirəm, hörmətli izləyicilərimiz. Çox gözəl ev, şəxsi tikili, paket kupcalı, ipoteka şərtlərinə tam uyğun vəziyyətdədir. Bax görürsüz, həyət qapısı, darvazası, bütün hər tərəfdə görürsüz. Gəzmək üçün, maşın saxlamaq üçün, həyət saxlamaq üçün yer qalıb və qalanı bağ-bağçaya üstünlük verilir. Bax bu bağda istədiyiniz meyvə ağacı var. Gilas, əlik, alma, armud, əzgil, vişnə, hər bir şey, hər bir ağac var. Yayda bura yamyaşıl olur, hörmətli izləyicilərimiz. Qazı, suyu, işığı, mərkəzi, bax kanalizasiyası, trapı, hər şey qanunlu vəziyyətdədir. Kommunalları yerində, paket kupça, 2 mərtəbə, 7 otaq, tam əşyalı vəziyyətdə satılan həyət evimiz. Evdə 2 ədəd kondisioner var, bütün əşyalar qiymətə daxil qalır. Evin 4 tərəfinə keçmək mümkündür, hörmətli izləyicilərimiz. Bax, belə bir gözəl ev. Qiymət 215 min manatdan satışa çıxır. Real müştəriyə normal qiymət endirim olunacaq. Burada həyətində rahat 50 kvadratda belə bir besetka hissəsi var, hörmətli izləyicilərimiz. Və bu besetkada görürsünüz, bax, burada mətbəx mebeli ayrılıb, üstü ideal mərmər. Burada şkaflar görürsünüz, suyu var burada. Burada qaz olub çıxardılıb, hörmətli izləyicilərimiz. Qəşəng bir, bax, belə bir besetka. Və burada da, hörmətli izləyicilərimiz, 40 tonluq yeraltı su, ehtiyat su çənim mövcuddur. Su fasilə olan vaxt, gəlməyən vaxt, qəza olan vaxtda buradan rahatlıqla 2-3 ay ehtiyat sudan istifadə edə bilərsiniz. Evin arxa hissəsinə keçim. Tam şəxsi tikili. Bütün pəncərələrdə dəmir barmaqları görsə əhatə olunub. Arxada göstərim sizlərə bir ədəd sanitar qovşaq, böyük bir katelli sistem. Burada bax görürsün evin işığın invertoruna qədər burada var. Burada ehtiyat ariston var, qızdırıcı var və 40'lık mini katelli kombi mövcuddur. Evin istilik sistemi buradan idarə olunur. Burada da həyətində də bax belə təmirli sanitar qovşaq isə ideal, həm 4 fəsil yaşamaq üçün ideal, möhtəşəm bir görüntüyə malik gözəl təmirli evimiz. Evimizin də döşəməsi parket videonun kadrlarında görəcəksiniz. Evə daxil olun, hörmətli izləyicilərimiz. Evin içine daxil olduq, hörmətli izləyicilərimiz. Bax belə möhtəşəm evimizin içine daxil olduq. Birinci mərtəbədə salon, mətbəx, bir ədəd yataq otağı, bir ədəd böyük sanitar qovşaq, pilləkanın altı. Bax bu cür kladovka. Birinci, ikinci mərtəbə arası hamısı 2 ədəd monolit beton, gözəl villamız. Bəzi divar kağızlarında dəyişiklik olacaq, o da ki endirim olunacaq 55 kvadratlıq möhtəşəm salonumuz. Bax evimizə, hörmətli izləyicilərimiz, nə görsəz, istər aksesuar, istər elektronik və ağ mebel əşya, hər şey qiymətə daxil qalacaq. Bax bu möhtəşəm 10 nəfərlik masamız, 2 divan əlavə bir elegant belə bir divan mövcuddur. Tablolara qədər, kondisionerlərə qədər bax belə evimizin içində qiymətə daxil qalacaq, heç nə götürməyəcək, normalda endirim olunacaq. Döşəmə parket, hörmətli izləyicilərimiz, mətbəxə daxil olaq. Bax, belə bir fıstıq ağacından ibarət olan 4-20'nin 5 metrəyə qədər, hardasa 22 kvadrata yaxın fıstıq ağacından əldə olunmuş, montaj olmuş. Bax, belə bir mətbəx, soyuducu, fırın, paltar yuyan, televizor, hər bir şey, stol, masa dəstə, künsivan, hər bir şey qiymətə daxil qalacaq. Döşəməsi də yerdən isitməli. Buradan da yataq otağına keçsək, bax aşağı yataq otağı 14 kvadrat, döşəmə parket, bütün 2 mərtəbə hamısı döşəmədən parketdir. Belə bir yataq otağı sanitar qovşaqda təqdim edim. Burada da böyük, bax bu vəziyyətdə döşəməsi isitməli 6 kvadrat duş kabinli sanitar qovşaq hissəmiz. Bura zaten kladovka, ayaqqabı, artıq əşyaları yığmaq üçün. İndi isə
İkinci mərtəbəyə daxil olaq. Hörmətli izləyicilərimiz, bax. İkinci mərtəbəyə buradan çıxış edirik. Möhtəşəm bax fıstıq ağacından olan pilləkanımız. Girişdə bax belə bir böyük bir salon. Burada da bir ədəd kondisionerimiz mövcuddur. 60 kvadratlıq, hörmətli izləyicilərimiz. Böyük bir salon qarşıladı bizi burada. Burada 4 yataq otağı, bir salon, ümumilikdə bir salon, 6 yataq otağı, bir mətbəx, 2 sanitar qovşaq və bir ədəd yataq otağın birində kladovka yerləşir. Böyük bir 20 kvadratlıq 4 yarımın 5 metrəyə 22 kvadratlıq yataq otağı. Yavaş-yavaş göstərimsə, burada böyük bir evin boya-boy hissəsində bax bu cür balkon var. Bağlı olduğu üçün göstərə bilmirəm. Uzunluğu 10 metr, eni isə 1,20 uzunluğunda balkon mövcuddur. Burada isə balaca bir yataq otağı, hörmətli izləyicilərimiz, bir yataq yerləşib. Döşəməsi parket. Burada belə bir 22 kvadratlıq yataq otağımız. Qəşəng formada, hörmətli izləyicilərimiz, bax. Görürsünüz. Hər bir şey qiymətə daxil qalacaq. 215 min manatın içindədir. Paket kupçalı. Qiymətdə endirim təbii ki olunacaq. Bu da bu yataq otağımız, hörmətli izləyicilərimiz. Hər bir otaqda da yataq dəsti mövcuddur. Buradan da belə bir görürsünüz. Bura əslində yataq otağının, ana yataq otağının qardırop, soyunub geyinmə otağıdır. Burada da əlavə kravat qoyulub, iş masası, istirahət otağı kimi nəzərdə tutulur. Siz buranı həm sanitar qovşaq da eləyə bilərsiniz, həm də geyim üçün otaqda eləmək mümkündür. Bir daha xatırladım. 2 mərtəbə, 6 sotda, 7 otaq, kürsülü, paket kupçalı ipoteki yararlı həyət evimizin qiyməti 215 min manat. Real müştərilərə qiymətdə endirim olunacaq. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.